Yəqin bilirsiniz, Amerikanın vitse-prezidenti Jake Vance Bakıda öz bəbəsi ilə də, bəbiyə baxın, qız bəbəsidir də, Allah saxlasın, maraqlıdır. Bu, deməli, Bakıya gələn gün o uşaqdır da, aparıb uşağın qabağına gül, düzdür, yaxşıdır uşağa gül vermək, amma uşaqdır. O da bir, əlbəttə, diqqətli uşağını qarşılamaq gül çiçəylə yaxşıdır. Amma ən yaxşısı olsaydı ki, bəbədir da bu. Buna bir dənə qəşəng, o deyil, kukla, oyuncaq, milli geyim bizim, Türk xanımların geyimi, kişinin o geyimi ilə gözəl bir kuklalar verərdiniz, daha yaxşı olardı. Yəni, qız uşağında yadigar Azərbaycanlı gül verdin, gülü apardı, atdı. İndi biləm, bəlkə veriblər, əgər veriblərsə nəsə bir hədiyyə, yaxşı. Bax, bu təyyarənin o qabağına çıxan adamın başa salmalıydınız ki, gül yox, heç olmasa bir dənə gözəl Qarabağın atını, oyuncaq, gözəl bir at, belə bilirsiniz necə, o multiplikasiya atlar olur, gözəl qəşəng, onu bir Qarabağ atı, bunu Azərbaycan yazısı ilə, gözəl bir yazılarla hədiyyə o bəbiyə versəydi, o bəbə həm də dünya qarşısında çox maraqlıydı. O hədiyyəni, o kino, mən yadıma düşdü, o gülü verəndə, uşaqdır, o gülü indi düzdür, gül yaxşıdır. Amma indi uşaqdır, ona kukla versəydi yaxşı. O gülü verir, deyir, idiot, дай мне цветы, дитя мороженое. Mironov deyir, yadınızdadır. Brilliantova ruka brilliant əldə deyir. Дай мне цветы, дитя мороженое. Bax, ona görə uşağı deyində marojna, pirojna, bax belə, istədim onu deyəm. Bu bir. İkincisi, mən istəmirdim o Qarabağ oyunçumuzdan danışaq. Özdəki bizim cənub yerdəndir, Allah saxlasın. Yaxşı oyunçudur, indi düzdür. Deyir, hamı tənqidə tutdu, yəni getdi Amerikaya çağırdılar, Amerikada oyun daha yaxşı. Nə pisdir. Burada alınmadı. Elə oyuncu var ki, deməli, alınmır da o Çalxanoğlu İtaliyada Varota həmişə top vurur. İtaliyada Çalxanoğlu, Türklər Almaniyada, İngiltərədə baxırsan top vururlar, gəlib Türkiyədə oynayamırlar. Türklər Avropanı dağıdır, oynayır futbolçu. Gəlirlər Türkiyədə alınmır, getmir də onu. İndi bu Pele'də, Maradona'da getdilər ayaqlarına, dağıldı komanda. Nəriman gedib də hamma düşüb, indi Qarabağ görün nə olacaq. Pis günə qaldı. Peşman olasınız. Gələndə yalvarasınız ona. Niyə yalvarırlar? Burada 10.000 verirdilər də, böyük pul deyil 10.000. Mən 400 manat alıram. Futbolist deyiləm, nə olsun? Amma 10.000 az pul deyil yaşamaq üçün. İndi orada verəcəklər ayda 100.000, 1 milyon verəcəklər ayda. Əlbəttə, cavan uşaqdır, 20 yaşındadır. O uşağı poza da bilərlər, pulla ala da bilərlər. Siz bilirsiniz, aktyordur, idmançıdır, bunlara necə zaverbovka edirlər, bilirsiniz? Orada da erməni diaspora, orada erməni diaspora deyil, o diaspora asala təşkilatıdır əslində, istəyirsiniz, biləsiniz. Maska altındadır. Ayrı təşkilat var, genə asala, hər yanda, Suriyadadır, Livanda, Fransada, açıq. Ərəb ölkələrində, Fransada asala təşkilatı, ofisləri hər yanda. Amma əsas o Amerikadadır. O diaspora adı olar. Mən onu, yəni elə nağıl danışmıram. Onu İrəvandan mən bilirəm. 70-ci illərdən bilirəm, 60-cı illərdən indi yox. O diaspora əslində o işlərlə məşğuldur. Alıb onu şey. Görürsünüz necə bizdə bütün Talışları, o Əli Kiramızadı necə düzəltmişdilər, necə tarix yazıblar, necə Azərbaycanı dağıtmaq istədi. Bax, ona görə deyirəm, siz sevinməyin ki, getdi, görün, heç gəlmək istəməyəcəklə
yalvarasınız onu. Ay kişi, nizaminin mıx o deyil, əvəz yoxdur. Əvəzsiz insan olmur. Qonşular bütün komandlarda kimsə gedir gəlir, o batır. Real Madriddə Ronaldo yoxdur, nə bilim, Barselonada Messi yoxdur, nədir? Real dağıldı, Barselona dağıldı. Ona görə də deməyin ki, Nəriman getdi, Qarabağ batdı. Yalvarasınız, heç gəlməyəcək. Gəlsə, qardaş, birinci o uşaqdır, o pozula bilər. Onu bilmirsiniz. Kimlərlə rast gələ bilər, kimlər onu istifadə eləyə bilər, nə bilirsiniz, sevinirsiniz. Orada Amerikadır, ermənilərin demək olar ki, o necə də olsa bir 30-40% onların sözü də var, işləri də var. Hər strukturada erməni var, yəni idmanda da. Ona görə onu eləki adamları istifadə də eləyə bilərlər. Deyərlər, bax, sənə ayda 10 milyon veririk, məsəl üçün. Da milyarder olasan da bir ildən sonra. Azərbaycan neynirsən? Bax, belə şeylər var. Yəni, sevinməyin, getdi Nəriman. Hər şey pozula bilər. Pula görə satıla bilər, alına bilər. Bilmirsən, insan, hər bir insan qarantiya yoxdur, pulla aldada bilərlər. Ona görə cavan uşaq idi. İndi gedib ta yaxşı getsin, yaxşı oynayar, sevinin, baş ucalıdır. Gözəl bir oyun göstərsə, Azərbaycan baş ucalıdır. Amma ta belədir, qoymadıysa oynasın. Alınmadı oyunda, o qardaş oyun alınma. Orada gəlir gündə bəlkə 10 dənə top vuracaq Amerikada. Orada qəşəng oynayıb ulduz ola bilər. O demək deyil ki, Azərbaycan qovdu, nə Azərbaycan. Yenə də deyirəm, yəni burada alınmadı, orada alınır. Bu bir, ikincisi də orada yəni düşman ölkədir. Orada ermənilərin əməlli başlı terror təşkilatları var. Yəni hər bir adamı da yoldan çıxarda bilərlər. Bu özdə bilirlər hardandır, hansı bölgədəndir. Yəni bilirsiniz, bunu hasandır belə o şeyləri pozmaq, insanı yoldan çıxartmaq. Bax bu qədər, yəni istədim onu çatdıram.